Axırıncı gün kimin qapısına gedək? Axırıncı gün kimin qapısına gedək? Axırıncı gün sabah deyib bizim məclisimizin axırıncı günü. Kimin qapısına gedək? Hər yerdən əl üzüləndə ananın qapısına gedərlər, düzdür? Ana dadına çatır insanın. Hər bir zamanda hamı üst çevirəndə ana üst çevirmir. Dey anamıza özümüzdən şikayət eləyək. Dey ana sənə layiqli övlad olan mənim. Gedək o yanmış qapısına xanım Fatimə Zəhra. Allahı belə təhdid eləyə bilərik biz anamızla. Deyə bilərik ki, bağışlamasan Ramazan ayı sona çatır. İndi də bağışlamasan Həzrət Fatimə rozəsi oxuyarıq. Yeri göyə ağladarıq. Bizim başqa nəyimiz var?